Məlumatları necə toplamalı mövzusuna dair ev tapşırığının izahı. Uşaqlar arasında ən sevdiyi meyvə hansıdır sorğusu keçirildi. Nəticələr diaqramda qeyd olundu. Diaqrama əsasən suallara cavab verin. Uşaqlar, almanı sevən uşaqların sayı neçədir? 8. Narı sevən uşaqların sayı 10. Bananı sevənlərin sayı 12. Portağal sevənlərin sayı isə 10-dur. Sorğuda neçə şagird iştirak edib? Gəlin hesablayaq. 8 üstəgəl narı sevənlər 10 üstəgəl bananı sevənlər 12 üstəgəl portağal sevənlər 10 bərabərdir. 8 ilə 12 20, bu 10 30, bu da 10 40. Deməli sorğuda cəmi 40 şagird iştirak edib. Bananı sevən şagirdlər almanı sevən şagirdlərdən neçə nəfər çoxdur? Bananı sevənlərin sayı 12-dir. Almanı sevənlərin sayı isə 8. 12 çıx 8 bərabərdir 4. Deməli 4 nəfər çoxdur. Hansı meyvəni sevənlərin sayı 6-nın 2 qatından 4 vahid azdır? 6-nın 2 qatı, yəni 2 dəfə 6 bərabərdir 12. 12-dən 4 vahid az, yəni 12 çıx 4 bərabərdir 8. Sayı 8 olan hansı idi? Bəli, almanı sevənlər. Cədvələ əsasən suallara cavab verin. Cədvəldə şagirdlər arasında hansı fəsli daha çox sevirsiniz adlı sorğunun nəticələri qeyd olunub. Yaz fəslini sevən şagirdlərin sayı 22, yay fəslini sevən şagirdlərin sayı 35, payız fəslini sevənlər 20, qış fəslini sevənlərin sayı isə 18-dir. Hansı fəsil daha çox sevilir? Uşaqlar, ən çox 35-dir, yəni yay fəsli. Yay fəsli daha çox sevilir. Ən az hansı fəsil sevilir? Ən kiçik hansıdır? 18. Qış fəsli. Hansı fəsli sevənlərin sayı 10-un 2 qatına bərabərdir? 10-un 2 qatı 2 dəfə 10 bərabərdir 20. Sayı 20 olanda payızdır. Deməli, payız fəslini sevənlərin sayı 10-un 2 qatına bərabərdir. Hansı fənni daha həvəsli oxuyursunuz adlı sorğu keçirilmişdir. Sorğunun nəticəsi piktoqramda verilmişdir. Piktoqrama əsasən suallara cavab verin. Uşaqlar, bir üçbucaq 3 nəfəri göstərir. Riyaziyyat fənninin qabağında 7 üçbucaq var. Bir üçbucaq 3 nəfərdirsə, 7 üçbucaq 7 dəfə 3, 21 nəfər olar. Həyat bilgisi 6 üçbucaqdır. Bir üçbucaq 3 nəfərdirsə, 6 dəfə 3, 18 üçbucaq. İngilis dili 4 üçbucaqdır. 4 dəfə 3, 12 nəfər. İngilis dili. Texnologiyada 5 üçbucaqdır. 5 dəfə 3, 15. Deməli, riyaziyyat fənnini 21 nəfər, həyat bilgisi fənnini 18, İngilis dili fənnini 12 nəfər, texnologiya fənnində 15 nəfər daha həvəslə oxuyur. Texnologiya fənnini sevənlərin sayı İngilis dilini sevənlərin sayından nə qədər çoxdur? Texnologiya 15-dir, İngilis dili 12. 15 12-dən nə qədər çoxdur? 15 çıx 12 bərabərdir 3. 3 nəfər çoxdur. Hansı fənni sevənlərin sayı 20-dən sonra gələn tək ədədə bərabərdir? 20-dən sonra gələn tək ədəd 21-dir. 21 hansı fəndir? Bəli, riyaziyyat. Növbəti suala baxaq. Riyaziyyat və həyat bilgisini sevənlərin sayları cəmi, İngilis dili və texnologiya sevənlərin sayları cəmindən nə qədər çoxdur? Riyaziyyat və həyat bilgisi 21 üstəgəl 18 cəmi tapaq. Bərabərdir 39. İngilis dili və texnologiya 12 üstəgəl 15. Bərabərdir 27. 39 27-dən nə qədər çoxdur? 39 çıx 27 bərabərdir 12.